Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Saməddin. Bugün sizə 2025-ci ildə sertifikasiya imtahanı vermiş ibtidai sinif müəllimlərinin qarşısına çıxan sualları izah edəcəm. Bu suallar 2025-ci ilin imtahan suallarıdır. Diqqətli olun ki, növbəti illərdə də qarşınıza çıxa biləcək sual tipləri haqqında məlumat əldə edəsiniz və bu sualların yazılma, həll qaydasını öyrənirsiniz. Xatırladım ki, çox da çətin suallar deyil, rahatlıqla cavab tapa biləcəyiniz suallardandır. Getdik. Kubun bir üzünün perimetri 28 santimetrdir. Baxın, bizim fəza fiqurlarla bağlı ayrıca bir YouTube'da dərsimiz var. Kimin ki problemi var fəza fiqurlarla, yazsın fəza fiqurları Ağabəyli Saməddin və YouTube'da bunu izləsin. Bir üzünün perimetri 28-dirsə, mən 28-i 4-ə bölərəm. Çünki kubun hər bir üzü kvadratlardan ibarətdir və kvadratın perimetri 28-dir. Yəni üzü kvadrat olduğuna görə bunun da perimetri 28 verdiyinə görə, baxın bu bir üzüdür və bu 28-dir. 28-i 4-ə bölərəm. Kubun tili, til nədir? Yəni tərəfi. 7-yə bərabər imiş. Kubun əgər tili 7-dirsə, bəs onun həcmi necə tapılır? Həcmi tapmaq üçün siz tili 3 dəfə özünə vurmalısınız. Yəni A vurulsun, A vurulsun, A. Yəni 7 vur, 7 vur, 7. Tili 7 olduğuna görə 3 dəfə öz-özünə vururam. 343 bizim sualımızın cevabıdır. Doğru cevabımız oldu. E variantı 343'e bərabər. Bu arada bizim ödənişli və ödənişsiz dərslərimizə qoşulmaq üçün 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz. Həmçinin bu tipli sualları işləmək üçün FES'in riyaziyyat kitabını əldə edə bilərsiniz və bütün əvvəlki ilin sertifikasiya sualları, yeni qarşımıza çıxması ehtimal olan sual tipləri hamısını bir kitabda sizlər üçün cəmləmişik və onu əldə edərək imtahana tam hazır şəkildə gedə bilərsiniz. Kitabın üz qabığının şəklini istəyənlər üçün ekranda göstərirəm və skrin eləyərək siz də istədiyiniz kitab dükanında bu şəkli göstərin və kitabımızı əldə edin. İndi isə sualımızdan davam edək. Diaqramda 3, 4 və 5 qiymət alan şagirdlərin sayı verilib. Sinifdə cəmi 40 şagird varsa, 3 və 4 alan şagirdlərin sayı 5 alan şagirdlərin sayından nə qədər azdır? Fikir verin. Ümumi 40 şagird var. Bunun 65%-i 5 alır. 20%-i 4 alır, 15%-i də 3 alır, düzdür? Və hamısının cəmi görürsünüz 100% verir. Mən də 40-ın əvvəlcə 65%-ni tapacağam. 40-ın 65%-ni tapmaq üçün 40-ı 65-ə vurub nə etməlisiniz? 100-ə bölməlisiniz. 40-ı da 65-ə vurub 100-ə böləndə edir 26. Deməli 26 şagird 5 alır. 26 şagird. Sonra 40-ın 20%-ni tapacağım. 40-ı 20-yə vurub 100-ə böləcəm. Bərabərdir 8 şagird 4 alır. Bir də 15%-ni tapacağım və yaxud da 26 ilə 8-i toplayıb 40-dan çıxaram. Yenə eyni şeydir. 40-ın 15%-i 40-ı 15-ə vurub 100-ə böldüm. 40-ı vurdum 15-ə böldüm 100-ə. Elə də 6. Bərabərdir 6. Bizdə deyir 3 və 4 alan şagirdlərin sayı. 3 və 4 alan şagirdlərin sayı 8 və 6, yəni 14-dür. 5 alan şagirdlərin sayından nə qədər azdır? 5'in sayı 26'dır. 5 alınan sayı. Ne kadar azdır? Bir-birinden çıxacağım. 12 vahid azdır. Doğru cevap D variantına bərabərdir. Üçüncü sualımız. Diametrlə radiusunun cəmi 36 olan çevrənin xaricinə çəkilmiş kvadratın perimetri. Baxın. Radius və diametr yazıram. Diametr üstəgəl radius bərabərdir 36. Siz burada anlamalısınız ki, diametr özü 2 radius deməkdir. Yəni 2 radius üstəgəl radius bərabərdir 36-ya. Buradan da 3 radius bərabərdir 36. Radius da bərabərdir 36-nı 3-ə bölərəm 12. Deməli bizim kvadratımızın radiusu, daha sonra çevrəmizin radiusu 12 imiş. Və deyir ki, bu çevrənin xaricinə çəkilmiş kvadratın perimetrini tapın. Sən bilirsən ki, radius əgər 12-dirsə, kvadratın tərəfi 24 imiş. Çünki tərəfin yarısı həmişə radius olur. Radius tərəfin yarısıdır. Radius 12-dirsə, tərəf 24 imiş ki, yarısı 12 idi. İndi deyir ki, çevrənin xaricinə çəkilmiş kvadratın perimetri. Əgər tərəfi 24-dürsə, bunun 4 tərəfi varsa, perimetri tapmaq üçün 24-ü 4-ə vuracam. O deyilir 96. Yəni A variantı bizim doğru cavabımızdır. Dördüncü sual. Uzunluğu 523 km olan yolu 60 km/saat sürətlə 6 saatını gedən sürücü. Baxın, 60 sürəti ilə 6 saata nə qədər yol gedib bu sürücü? 360 km yol gedib, düzdürmü? 523 km-dən 360 km-ni gedibsə, 523-dən 360-nı gedibsə, yerdə nə qədəsi qalıb? 163 km qalıb. Bundan sonra getməli olduğu yolun uzunluğu
523'dən 360'ını çıxdım. 163 imiş. B variantı bizim doğru cavabımızdır. 5-ci sual. Kəsirləri müqayisə edin. A 7-də 1, B 9-da 2, C 11-də 3. Sertifikasiya imtahanında və MİQ imtahanında kalkulyator olduğuna görə mən sizə daha tez və daha az səhv eləyəcəyiniz bir üsul tövsiyə edirəm. Kalkulyator üsulu. Kalkulyatorla 1-i 7-yə böləcəksiniz. 1 böl 7. Görək nə verir? 1 böl 7. 0 vergül, nə bilim, 14 məsəl üçün. Və yaxud da 142, yəni fərqi yoxdur. Yəni vergüldən sonra 2 və yaxud da 3 ədədi qeyd edə bilərsiniz. 2-ni 9-a böləcəm. 0 vergül 22, 2. 3'ü 11'e böləcəm. Kalkulyatorla bölürəm. Bərabərdir 0 vergül 272. İndi baxın, vergüldən sonra 142 var, 222 var, 272 var. Hansı daha böyüdür? Təbii ki 272 olan daha böyüdür. Yəni C böyüdür B-dən, böyüdür A-dan. Və ya A kiçikdir B-dən, kiçikdir C-dən. İkisindən biri variantlarda mütləq olacaq. Baxıram variantlara. A kiçikdir B, kiçikdir C. Yəni A variantı bizim cavabımızdır. Digər versiya isə heç bir cavab da yoxdur. 6-cı sual. 12'ye bölmə əməlində alına biləcək ən böyük qalıq neçədir? Ədədi 12'ye bölürüksə, alına biləcək ən böyük qalıq D variantı 11'e bərabərdir. D yazanlar doğru cavabı qeyd ediblər. 7-ci sual tənlik sualdır. 279 çıxılsın x bölünsün 4 bərabərdir 189. Burada bəziləri səhv eləyərək 189'u 4'ə vurmağa çalışıb. Xeyr, siz bunu bütöv şəkildə saxlayacaqsınız. Çünki bölməni edə bilmədiyinizə görə artıq çıxmanı həll eləməlisiniz. Yəni birinci zəifi məhv eləməlisiniz. 279'dan nəyi çıxsa 189 eləyər. Yazıram 279 çıxılsın 189 bərabərdir x böl 4. 279'dan da çıxıram 189. 90 bərabərdir x bölünsün 4'ə. X də bərabər 90'ı vuracam 4'ə. Neçədir? 360 eləmiş oldu. Yəni x'in qiyməti E variantı 360'a bərabərdir. 8-ci sual. Eni uzunluğundan 3 dəfə kiçik olan düzbucağlının perimetri 32 metrdir. Bu düzbucağlının sahəsini tapın. Baxın. Eni uzunluğundan 3 dəfə kiçikdir. Yəni eni x-dir, uzunluğu 3x-dir. Perimetr 32'dir. Bilirsiniz ki düzbucağlının eni və uzunluğunu toplayıb 2'ye vuranda neçədir? 32'dir. Perimetredir. Buradan da x-dan 3x'i toplayıram eləyir 4x bərabər 32'ni böldüm 2'ye. İstərsəniz mötərizəni vurub aça bilərsiniz. Heç bir fərqi yoxdur. Eyni cavab alınacaq. X oldu 4. Necə istəyirsən yaz da bu sadə tənliyi istəyirsən öz yolun yaz, istəyirsən mənim yolum. X'imiz oldu 4. Eni 4'dür. Uzunluğu 3 vur 4. 3x daha 12'dir. Düzbucağlının sahəsi 4 vur 12. Yəni 48'e bərabərdir. B variantı doğru cavabdır. 9. 40 yüzlüyü, 50 onluğu, 32 təkliyi olan ədəd hansıdır? Baxın. 40 dənə yüzlüyü olsun. Yüzdə neçə sıfır var? 2 sıfır var. Yəni 40'ı 100'ə vuracağım. Üstə gəl 50 dənə onluğu olsun. 50'ni ona vurdum. 32 dənə də təkliyi olsun. Təkliyi də 1 deməkdir. Bərabərdir. Eləyir 4000. Üstə gəl 500. Üstə gəl 32. Yəni 4532. Cavab oldu 4532'ye bərabər. 10-cu sualımız, gəl baxaq 10-cu sualımıza. Vurub açacağıq bir-bir mötərizəni. 5'i 2x'ə vuracağım. 5'i 2x'ə vuranda 10x çıx. 5'i 3'ə vuracağım. 15 çıxılsın. Baxın, yadınızda saxlayın. Mötərizənin qarşısında mənfi olanda vurub açanda bütün işarələr əksinə dəyişir. Məsələn, 3'i x'ə vuranda edir 3x, amma mənfisi ilə. Çünki burada mənfi var. Bu müsbəti mənfiyə çevirdi. 3'ü 4'ə vurdum. Müsbət 12. Çünki bu da mənfidir, bu da mənfidir. Yəni işarəni dəyişir. Mənfi olanda bütün içəridəki işarələr əksinə dəyişdi. Bərabərdir 3x üstə gəl 17. X-ları bir tərəfə keçirək, ədədləri bir tərəfə. 10x öz yerində qalsın. 3x öz evində qalsın. Amma bu 3x'i sağdan sola keçirməliyik. Bunu belə başa düşündə bilirsiniz ki, toyda qız evi, oğlan evi ayrı oturur. Bir-birindən fərqli oturur. Düzdürmü? Qız evi bir tərəfdə, oğlan evi bir tərəfdə. İndi burada qız evindən oğlan evi qarışıb bir-birinə. Ona görə səhv oturanları göndəririk öz tərəfinə. Sadəcə bir qayda var ki, göndərəndə işarəni dəyişirsiniz. Bax, bu 3x səhv oturmuşdu. Göndərdim bura, oldu çıx 3x.
Bərabərdir. 17 öz yerində düz oturub. 12 səhv oturub keçəcək sağa olacaq çıx 12 işarəsini dəyişdim. 15 o tərəfə keçəndə olacaq üstə yel 15. Ondan 3 çıxıram. 7, 3 də çıxıram 4x. Bərabərdir. 17-dən 12 çıxanda 5, 5-in üstə 5, 20. X də bərabərdir. 20-ni 4-ə böldüm, 5. Deməli, x-in qiyməti 5-dir. Qaza gəlib cavabda bunu imtahanda 5 götürməyin. Kökü kəsilsin bu tənliyin 6 mislini tapın deyir. 5'in 6 misli edəcək 30. D variantı bizim doğru cavabımızdır. 11. 20 faizi 54 olan ədəddən 9 dəfə kiçik olan ədəd hansıdır? Baxın, 20 faizi 54 olan ədəd tapmaq istəyirsənsə, 54'ü 100'ə vurub 20'yə böləcəksən. Yəni faizə görə ədəd tapanda həmin ədədi 100'ə vurub 20'yə, yəni faiz göstərən ədədə bölürük. Bu bizim qaydamızdır. 54'ü 100'ə vuracağım, böləcəm 20'yə. 270. Deməli 20 faizi 54 olan ədəd 270 imiş. 9 dəfə kiçik ədəd 270'i bölürəm 9'a. Neçədir? 30 edəmiş oldu. Cavab oldu D variantına bərabər. Növbəti sualımıza keçirik. Bir daha deyirəm, videomuzu bəyənib paylaşmağı unutmayın. 055 527 2599 WhatsApp nömrəsinə yazaraq siz də bizim həm ödənişli, həm ödənişsiz dərslərimizdən, sınavlarımızdan, suallarımızdan yararlana bilərsiniz və bu imtahanda olmuş sual tipləri, bundan əvvəlki ilin sualları, gələn il qarşınıza çıxması ehtimal olunan suallar hamısı sizlər üçün FES-in kitabında cəmləşdirilib. Kitabı əldə etmək istəyirsinizsə, istənilən kitab mağazasına yaxınlaşıb əldə edə bilərsiniz. Kitabın şəklini bir daha göstərək. Bu şəkli istəyirsiniz, yəni ekran görüntüsü götürün və kitab mağazalarından soruşaraq bu kitabı əldə edə bilərsiniz. Davam edirik 12-ci sualla. Ambarda 48 ton taxıl olan mağazadan səhər taxılın 20%. Deməli 48 tonun əvvəlcə 20%-ni. 20% tapmaq üçün ədədi 20-yə vurub 100-ə böləcəm. 48-i 20-yə vurub 100-ə böləndə edir 9,6 ton. Səhər taxılın 20%, günorta 40%. 48'in 40%. Demir ha, yerdə qalanın 40%. Sadəcə ümumi taxılın hər dəfə 20%-dən və 40%-dən danışır. Bu da elə də 19,2. Mağazada nə qədər taxıl qaldı? 9,6 ilə 19,2-ni toplayacağım. 9,6 üstəgəl 19,2 bərabərdir 28,8. 48 tondan çıxacağım, 28,8'i bərabərdir. 48 çıxılsın 28,8. Elədir 19,2. E variantı bizim doğru cavabımızdır. 13-cü sual. X kiçikdir 33 bərabərsizliyində x-in yerinə yazıla biləcək 3'ə bölünən ədədlərin cəmini tapın. Baxın, x-in yerində yazıla biləcək 3'ə bölünən ədədlərin cəmini necə taparıq? Siz əvvəlcə nəyi başa düşməlisiniz? 33'dən kiçik olan və 3'ə bölünən ədədlər hansı ədədlərdir? Birinci bunu təyin edəcəyim. 33'dən kiçik olan ədədlər 30, 27, 24, 3 azaldıram da 21, 18, 15, 12, 9, 6 və 3'dür. Düzdür, 3'ə bölünən ədədlər. Bunları toplayacağıq. 30 üstəgəl 27, üstəgəl 24, üstəgəl 21, üstəgəl 18, üstəgəl 15, 12, 9, 8, 8 yox, 6 və 3. Neçədir? 165. C variantı etmiş oldu. Keçdik 14-cü sualımıza. 53 metr çıxılsın 360 mm, çıx 430 desimetr neçə santimetrdir? Gəlin hər şeyi santimetrə çevirək. 1 metrimiz 100 santimetrdir. 53'ü 100'ə vuracağım. 5300 santimetr. Çıxılsın 3600 mm 36 santimetrdir. Çünki 1 santimetr 10 mm'dir. Yəni bunu 10'a böldüm. Elə də 36 santimetr. Çıx 430 desimetrdə 4300 santimetrdir. 1 desimetr 10 olduğuna görə 10'a vurdum. 4300 santimetr. Qaldı hesablamaq. 5300 çıx 36 üstəgəl 4300 bərabərdir. Hesablama səhv etmədik. Bir də baxaq. 5300 çıxılsın 36, çıxılsın 4300, mən üstə gəlmişdim. Bərabərdir 964. 964 santimetr bizim cavabımızdır. 15. 20% 10 olan ədədin 3 qatı. 20% 10 olan ədədi tapmaq üçün onu 100'ə vurub 20'yə böləcəm.
faizə görə ədədin tapılma qaydasıdır və sertifikasiya imtahanda bunu dəfələrlə qeyd etmişəm. Çərçivə sənədində artıq faiz mövzusu var və imtahanda düşüb, yenə düşəcək. 50-ni 3-ə vururam, 150. Çünki 3 qatını istəyir, 3 qatını qaza gəlməyin, B variantı yazmayın. 16. Bərabər tərəfli üçbucağın perimetri 27-dir. 27-ni 3-ə bölürəm, tərəfi tapıram 9. Bərabər tərəflidir axı. Tərəfi onun uzunluğuna bərabər olan düzbucaqlının perimetri 22-dir. Deməli, bir dənə düzbucaqlının uzunluğu 9-dur. Tərəfi onun uzunluğuna bərabər olan düzbucaqlı. Perimetri də 22-dir. P də bərabərdir 22. Düzbucaqlının sahəsini tapın. Gəlin düzbucaqlının eninə bir x deyək. Düzbucaqlının eni üstəgəl uzunluğu vur 2 bərabərdir 22 eləyir. X-dan 9-u topladım. 22-ni 2-yə böləcəm. 11. Vurub açada bilərdiniz. X bərabərdir 2. 11-dən 9 çıxdım. X-imizin qiyməti oldu 2. Yəni düzbucaqlının eni 2-dir. Eni 2, uzunluğu 9. Neçə elədi? 18 etmiş oldu. C variantı bizim doğru cavabımızdır. 17. Həcmi 512 olan kubun. Baxın, kubun həcmi 512-dirsə, siz bilməlisiniz ki, hansı eyni ədədi 3 dəfə bir-birinə vuranda 512 eləyir. Bunu mən ödənişli dərslərdə dəfələrlə deyirəm. 1-dən 10-a qədər ədədlərin kubunu əzbərləyin. Yəni sən baxan kimi bilməlisən ki, 8-in kubu neçə eləyir? 8 vur 8 vur 8. 512 eləyirmiş. Yəni bu ədəd sən demə 8 imiş. Yəni tili 8 imiş ki, bunun kubu 3 dəfə bir-birinə vurmağı 512 verir. Tili 8-dir. Bir üzünün perimetri. Bir üzünün 4 tili var. 8-i 4-ə vurdum 32. Cavab oldu A variantına bərabər. 18. 7:40-da ata evdən işə getdi, 8 saat işlədi. Baxın, 7:40-da işə gedir, 8 saat işləyir. Yəni 15:40 olur. 50 dəqiqədə gedib gəlməyə vaxt sərf edib. Yəni getmə 25 dəqiqə, gəlmə 25 dəqiqə. Gedib gəlməyə 50 dəqiqə. Topladım. 15 90 elədi. 90 da 1 saat yarım deməkdir. Yəni 16 saat yarım olacaq. Çünki 90-ın 1 saatını bura verdim. 16 saat. 30 dəqiqəsi də öz yerində. E variantı bizim cavabımızdır. 19. Kvadratı 2 bərabər üçbucağa ayırdılar. Bir dənə kvadratımız var və bunu 2 bərabər üçbucağa ayırdıq. Məlum məsələdir ki, kvadrat 90 dərəcəli bucaqlardan ibarət olduğuna görə bu ayırdığımız üçbucaqlar da düz bucaqlı üçbucaqlardır. Yəni düz bucaqlı üçbucaq elədik və bura 90 dərəcədirsə, bu diaqonal da bunu bərabər bucaqlara bölürsə 45 və 45 olacaq. Çünki cəmi 180 verməlidir. Üçbucağın daxili bucaqların cəmi 180-dir. Və bu diaqonalı bunu 2 bərabər üçbucaq elə böldük ki, bucaqlar da avtomatik nə oldu? Bərabər oldu. İndi üçbucağın iti bucaqlarının cəmi. Üçbucağın iti bucaqlarının cəmi 45-45-dir. Yəni 90 dərəcədir. Kvadratın daxili bucaqlarından. Kvadratın 4 dənə bucağı var. Hamısı da 90-dır. Daxili bucaqların cəmi nə qədərdir? 360 dərəcə. 360 dərəcənin 10-da 2 hissəsi. Yəni 0.2 o deməkdir ki, 360-ı vuracaqsan 0.2. İstəyirsən özün belə vur, istəyirsən kalkulyatorla. 72 eləyir. Bura 90, bura 72. Nə qədər çoxdur? Çıxıram bir-birindən. 90 çıx 72. 18 vahid çoxdur. B variantı bizim cavabımızdır. 20. B bölünsün 9 bərabərdir 186 qalıq A ifadəsində bölünənin ən böyük qiymətini tapın. Baxın, bölünəni ən böyük eləmək üçün qalığı da ən böyük eləməliyik. Ən böyük qalıq 8 ola bilər. Niyə? Ədədi 9-a böləndə alına biləcək ən böyük qalığımız 8-dir. Buna görə biz B-ni tapmaq üçün 9-u 186-ya vurub üzərinə 8 gələcək. Çünki ən böyük qalığımız 8 ola bilər. 9-u vurdum 186-ya. Bərabər üzərinə gəldim 8-in. 1682. Cavabımız oldu E. 9-u bir daha göstərim. 186-ya vurdum. Üzərinə gəldim 8-in. E variantı bizim cavabdır. 21. Pendirin 1 kiloqramı 4 manat 80 qəpik olarsa, 750 qram üçün satıcıya neçə qəpik ödəməlidir? Mən bunu dərslərdə rahat üsul kimi tənasüb üsuluna başa salıram. 1 kilo 1000 qramdır. Əgər 1000 qram 480 qəpikdirsə, 4 manat 80 qəpikdirsə, bəs 750 qram nə qədər olar? X. Çarpaz vurub cavabı taparam. 1000 vurulsun X bərabərdir. 480 vurulsun 750. X də bərabər 480-i vuracam
750-yə alınan cavabı böləcəm 1000-ə. Neçə elədi? 360 eləmiş oldu. B variantı bizim doğru cavabımızdır. 22. Qabda əvvəlcə Z qədər konfet var. Yazdım bura Z. Daha sonra bu qabdan C qədər konfet götürdülər. Yəni Z var idi, C qədər götürdülər. Qabda qalan konfetlərin sayı əvvəlcə verilmiş konfetlərin yarısına bərabər oldu. Yəni bura Z bölü 2 oldu. Z qədər var idi. C'sini götürdüm, Z bölü 2 oldu. İndi buna uyğun bir ifadə tapmalıyam. Z-i 2-yə vurublar, səhv eləyiblər, bu getdi. Görürəm ki, heç birində Z-ə dəyməyiblər, ancaq bu tərəfə nəsə eləyiblər. İndi mən də bu böl 2-ni bu tərəfdə yazmalı olsam necə yazaram? Z çıx C vur 2 bərabərdir Z. Bölmənin tərsi vurmadı axı. Deməli Z çıx C vur 2 bərabərdir Z olmalıdır. Cavabımız olur E variantı. Z çıx C vur 2 bərabərdir Z. 23. Bu mövzunu bax 22-ci mövzunu Fesin kitabından ifadə qurulması mövzusunda işləyə bilərsiniz. 23. Verilmiş müqayisədən hansı doğru deyil? 1 kilometr 750 metrdən böyüdürmü? Bəli, böyüdür. Mən səhv axtarıram. 6 desimetr 60 santimetrdə 55-dən böyüdür. Doğrudur. 2 kilometr 2000 metr doğrudur. 6 metr kiçikdir 480 santimetrdən səhvdir. 600 santimetr kiçik olmamalıdır, axı böyük olmalıdır. Ona görə bu səhvdir. Qalan bu doğrudur. 70 desimetr eləyərəm. Bunda 50 desimetr. E variantı da doğrudur. Cavab oldu burada D. D variantı bizim cavabımızdır. 24. X ədədi 13-ə böldükdə, X ədədini 13-ə böldükdə, natamam qismətdə Y qalıqda alına biləcək qalıqların ən böyüyü. Qalıq da olur 12. Ədədi 13-ə böləndə ən böyük 12 olar da. Bölünəni tapın. Yəni X-i tapın. 13-ü vuracam Y-ə, üzərinə gələcəm 12-ni. X bərabərdir 13Y, üstəgəl 12. B variantı bizim doğru cavabımızdır. 25-ci sualımız 40-ın 20%, 40-ın tez 20%-ni tapıram. Faiz mövzusunda çətinliğiniz varsa Ağabəyli Saməddin faiz yazaraq YouTube-da axtarış edə bilərsiniz və rahatlıqla mövzunu öyrənə bilərsiniz. 40-ın 20% edir 8. Bəs 50-nin 50% nə qədər eləyəcək? 50-nin də 50% edir 25. Sıfırlarımız gedir, edir 25. Bunların cəmi 8 üstəgəl 25 bərabərdir 33. C variantı bizim doğru cavabımızdır. Əgər bizim ödənişli və ödənişsiz dərs qruplarımıza qoşulmaq istəyirsinizsə, proqrama qədər, imtahana qədər bütün proqramı təkrarlayıb dəfələrlə təkrarlamaq istəyirsinizsə, 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz. Bunlar sertifikasiya 2025 imtahan sualları idi. Sizə bir dənə sonda əlavə olaraq tapşırıq verirəm, faizlə bağlı olacaq. 140 ədədinin deməli 30 faizi ilə 200 ədədinin 10 faizinin cəmini tapın. Bu da sizə tapşırıq olaraq videonun altına rəy bölməsində mütləq bunun doğru cavabını qeyd edin. Videomuzu bəyənin, ətrafınızda olan bütün sertifikasiya imtahanı hazırlaşan tanışlarınıza göndərin. Onlar da bu videodan faydalanmış olsunlar. Sağ olun, növbəti video dərsdə görüşərik. Hələlik.